Tel Bulağı istirahət mərkəzidir bura. Xaçmaz rayonunda. Elə səhv eləmirəmsə, Tel kəndi ərazisində. Burada bir bulaq var. Adın yəqin ki, elə buradan götürüb. İndi o istirahət mərkəzin sonra deyərəm, amma bax burada eyni zamanda Samur Yalama Milli Parkın ərazisidir. Burada piknik eləmək üçün əla yerdir. Qapalı yerdir, bisetkalar var, odundan hazırlanmış oturacaqlar falan var, mangal yeri var, hər şey var burada. Gəlirsən, adamın biri 3 manatdır, səhv eləmirəmsə. Ödəniş edirsən, keçib burada piknik eləyirsən, özün üçün qəşəng. Bax. Maraqlı bir yerdir. O tərəfdə isə Tel Bulaq istirahət mərkəzi var. Burada da özün əziyyət çəkmək istəmirsənsə, gəlirsən, hər bir xidmət göstərirlər. Gətir, əti ver, ərzaqı ver. Pişirib təqdim eləsinlər. Burada da yer də, burada da elə o cür təxminən. Adamın biri stul elə ki, bir nəfər 3 manatdır. 10 nəfər gəlsən 30 manat verirsən, sənə yer verirlər. Yəni, qalan da istəyirsən, olar sənə xidmət göstərsin, bütün ərzağı, qidası, hər şey versin. Ödəniş verə, ya da gətir özünlə ver, olar pişirsin, təqdim eləsin. Çox qəşəng yerdir. Həm burada var. Bu cür geniş ərazilər meşənin içində də var bu tərəfdə. İndi bisetkaları da yaxından göstərəcəm, daha doğrusu. Böyle gözəl məkan. Kiçik arx var burada. Onun üzərində də bir onlarla belə bisetkalar var. Yəni ən əsas buranın üstünlüyü təbiət. Super təbiəti var buranın. Adamın ruhu dincəlir. Cumhuriyyanı xatırladan yer də var burada. Girib oturursan edərsən. Belə bir dənə çay üzərindən sehirli körpülər var. Burada meşənin içində boşluqlar var. 50-60 kvadratlıq yerlər də. İstədiyin yerə qoyurlar. Stulları falan düzüb qoşurlar. Dincəlirsən. Yelləncəkdə gedək görək necədir. Ümidvaram ağacı dəymişəm. Ay, nə gözəldir. Superdir, super. Açmışdı.